Deyirlər ki, Abraham Lincoln aviadaşıyıcı gəmisi dəqiq yerinin bilinməməsi üçün mövqe təyin etmə sistemini, yəni GPS-i söndürüb. Məhz elə bu anda İranlı kölgə oyanır. Söhbət Zagros adlı kəşfiyyat gəmisindən gedir. 2025-ci ilin mart ayında bir Səudiyyə xəbər agentliyinin onun güya batırılması barədə xəbər yaydığı həmin gəmidən iddia edilirdi ki, Amerika tərəfindən vurulub. Hətta deyilirdi ki, Yəmən qüvvələrinin əməliyyatlarına kömək edirmiş. Amma elə həmin xəbər agentliyi sonradan bu məlumatı təkzib etdi. Çünki heç kim onun harda olduğunu bilmir ki, vurula da bilsin. Elə buna görə də ona İranlı kölgə deyirlər. Zagros səhnəyə məhz kimsə gizlənməyə cəhd edəndə çıxır. Onun real gücü elektron dinləmə, rabitə əlaqələrinin izlənməsi və mövqenin dəqiq müəyyənləşdirilməsi sahəsindədir. Zagros'un vahid və qabaqcıl dirək sistemi elə dizayn olunub ki, elektromaqnit izləri minimuma endirsin. Amma düşmənin aşkarlanması və izlənməsi maksimum səviyyəyə çıxsın. Onun digər əsas vəzifələrindən biri də kiber əməliyyatların həyata keçirilməsidir. Bu sahədə Amerikalıların özlərinin də böyük təcrübə və reputasiyası var. Amma bugün Zagros məhz Amerika ordusu üçün ciddi problemə, sözün əsl mənasında isə baş ağrısına çevrilib. İndi sual açıq qalır. Sizcə Zagros hazırda hardadır?